Koç bürcü 25 may 2025-ci il istənilən cəhdə təsirli nəticələr əldə edə biləcəksiniz. Kifayət qədər səy göstərərək bəzi qoçlar gələcək uğurun təməlini qoya biləcəklər. Dürüstlük və birbaşalıq sizi yöndəmsiz bir danışıqçıya çevirəcək. Lakin qeyri-müəyyənlikdən qaçmağa və kompromis tapmaq istəyənlərlə tez bir zamanda razılaşmağa imkan verəcəkdir. Həyatınıza müsbət təsir edəcək insanlarla münasibət qurmaq fürsəti yaranacaq. Ev işlərinə xüsusi diqqət yetirməyin zərəri olmazdı. Uzun müddətdir təxirə saldığınız işi götürün və bunu gözlədiyinizdən daha sürətli və asan başa vuracaqsınız. Buğa bürcü 25 may 2025-ci il səhər xırda problemlərin öhdəsindən gəlməli olacaqsınız, ancaq onları tez həll edə biləcəksiniz. Başqaları ilə kiçik konfliktlər çox güman ki, mühüm məsələlərə fərqli baxış bucağı ilə bağlıdır. İstəsəniz çox asanlıqla bir kompromis tapa bilərsiniz. Tezliklə buğaların əksəriyyəti enerji dalğası hiss edəcək və yeni ruh qazanacaq. Bütün ev işlərinin öhdəsindən gələcəksiniz və ailə üzvləriniz bu işdə sizə kömək etməkdən məmnun olacaqlar. Günün sonunda yorğunluq yığılacaq, diqqəti cəmləmək çətinləşəcək. Ona görə də bu zaman tələsik qərarlar qəbul etməməli və nəticə çıxarmamalısınız. İkizlər bürcü 25 may 2025-ci il sakit və balanslı olacaqsınız və bu istənilən çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Planladığınız hər şeydə uğur qazanacaqsınız. Bir çox əkizlər yaxınlarının problemlərinin həllində iştirak edəcək, onlarla münasibətləri möhkəmləndirəcəklər. Xüsusilə ümumi iş və peşəkar maraqlarınız varsa, qonaqları qəbul etmək üçün yaxşı vaxtdır. Özünüzü yeni bir işdə sınamaq üçün əlverişli zamandır. Tez bir zamanda yaxşı nəticələr əldə edə biləcəksiniz. Faydalı bacarıqlar əldə etməyiniz və ya maraqlı hobbinizlə məşğul olmağınız olduqca mümkündür. Xərçəng bürcü 25 may 2025-ci il günün başlanğıcı çox da asan olmayacaq. Bir çox xərçənglər yaxınları ilə fikir ayrılıqları ilə üzləşməli olacaqlar. Fikirləriniz hər şeydə üst-üstə düşməyəcək. Ona görə də razılığa gəlmək həmişəkinin daha çətin olacaq. Əgər təmkin və incəlik nümayiş etdirsəniz, ciddi bəlalardan qaça biləcəksiniz. Ev işləri gözlədiyinizdən daha çox diqqət tələb edəcək. Bəzi planlaşdırılan fəaliyyətlər sonraya qədər təxirə salınmalı olacaq. Lakin bu hətta yaxşılığa doğru ola bilər. Üzərinizə çox yük götürməməlisiniz. Gücünüzü toplamaq, biraz dincəlmək daha vacibdir. Şir bürcü 25 may 2025-ci il yaradıcılıq qabiliyyətləriniz oyanacaq. Bu da biznesdə faydalı olacaq. Yeni şeyləri sınamaq, tanış olmayanları mənimsəmək üçün əlverişli zamandır. Bir çox şeylərin intuisiyaları yüksək olacaq. Ona görə də vacib qərarlar qəbul etmək həmişəkinin daha asan olacaq. Yaxın gələcəkdə çoxdankı rəqibləriniz üzərində üstünlük əldə etməyə imkan verəcək məlumatları öyrənmə imkanı olacaq. Səyahət üçün əlverişli vaxtdır. Hətta çox qısa səfərlər uğurlu olacaq. Çoxlu müsbət emosiyalar gətirəcək. Axşam həm də dostluq görüşləri və ya romantik görüşlər üçün yaxşı vaxtdır. Qız bürcü 25 may 2025-ci il emosional tarazlıq və gümrahlıq istənilən sürprizin öhdəsindən gəlməyə imkan verəcək. İşlərinizdə ciddi irəliləyiş gözləməyin. Əksər qızlar ev işləri ilə məşğul olmalıdırlar. Xüsusən də uzun müddət bu işin öhdəsindən gəlməyiblərsə. Kiçik təmir məsələsi aktuallaşa bilər və siz bu problemi mükəmməl həll edəcəksiniz. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar. Bu son dərəcə müsbət nəticələnəcək. Axşam vaxtı səliqə sahman etmək, lazımsız şeylərdən qurtulmaq üçün əlverişli zamandır. Sizi uzun müddət narahat edən məsələləri yaxınlarınızla müzakirə etməyin zərəri olmaz. Tərəzi bürcü 15 may 2025-ci il çox güman ki, səhərlər əsəb olacaqsınız. Üstəlik, bunun üçün heç bir xüsusi səbəb olmayacaq. Lakin bir çox tərəzi heç bir açıq səbəb olmadan belə narahatlıq hiss edəcək. Yaxınlarınızın dəstəyi emosiyalarınızın öhdəsindən gəlməyə kömək edəcək. Ev işlərini görmək, səliqə səhman etmək üçün yaxşı gündür. Günün ikinci yarısı uğurlu olacaq. Siz mənəvi yüksəliş hiss edəcəksiniz. Bəzi pozulmuş münasibətləri bərpa edə, çoxlu faydalı əlaqələr qura biləcəksiniz. Təcrübəli dostların və yaşlı qohumların məsləhətlərinə qulaq asmaq zərər verməz. Əqrəb bürcü 25 may 2025-ci il mənəvi yüksəliş və xoş niyyət bir çox məsələləri uğurla həll etməyə kömək edəcək. Aktiv ünsiyyət üçün əla gündür. Əksər əqrəblər hər kəsə düzgün yanaşma tapa, maraqlı insanlarla faydalı tanışlıqlar edə, son zamanlar bir-birini çox yaxşı başa düşdükləri insanlarla münasibət qura biləcəklər. Ailə problemlərini qohumlarla müzakirə etmək üçün əlverişli vaxtdır. Birlikdə hər hansı bir problemlə necə məşğul olacağınızı anlayacaqsınız. Günün sonu üçün vacib bir şey planlaşdırmayın. Özünüzlə tək qalmaq, yaxın planlarınız və perspektivləriniz haqqında düşünmək daha yaxşı olardı. Oxatan bürcü 25 may 2025-ci il enerjiniz və prioritetləşdirmə qabiliyyətiniz sayəsində planlaşdırdığınız hər şeyə nail olacaqsınız. Bir çox oxatan yalnız öz işlərinin öhdəsindən uğurda gəlməyəcək, həm də ətrafdakılara dəstək olacaq. Dürüstlük və düzlük yaxınlarınızla münasibətlərdə bir çox ziddiyyətləri həll etməyə kömək edəcəkdir. Yeni tanışlıqlar və qırılan əlaqələri bərpa etmək üçün əlverişli zamandır. İşləri qaydaya salmaq
üçün əlverişli gündür. Ailə üzvləri bu işdə sizə kömək etməkdən məmnun olacaqlar. Qohumlarınızdan və ya köhnə dostlarınızdan birinin faydalı məsləhətlərinə arxalana bilərsiniz. Yaxın gələcək üçün fəaliyyət planı haqqında düşünmək zərər verməzdi. Oğlaq Bürcü 25 may 2025-ci il. Həmişə razılığa gələ bilmədiyiniz insanlarla ünsiyyət üçün gözəl gündür. Onların rəğbətini qazana və bəzi köhnə düşmənləri sadiq müttəfiqlərinizə çevirə biləcəksiniz. Əksər oğlaqlar ev işlərinə çox vaxt ayırmalı olacaqlar. Lakin bu çox yorucu olmayacaq. Bundan əlavə, yaxın insanlar da bütün lazımi işlərdə iştirak edəcəklər. Sevdiyiniz insanla gələcək üçün birgə planları müzakirə etmək üçün əlverişli zamandır. Bir çox yeni təmas nöqtəsi tapacaqsınız. Birlikdə çoxlu orijinal ideyalar ortaya atacaqsınız. Dolça Bürcü 25 may 2025-ci il. Gücünüzü toplamaq, planlarınızı həyata keçirməyə başlamaq həmişə mümkün olmur. Özünüzü çox sıxmayın. Amma özünüzə də çox boşluq verməyin. Uzun müddət görmədiyiniz insanlarla ünsiyyət üçün yaxşı vaxtdır. Bəzi dolçalar şəxsi həyatlarında xoş dəyişikliklər gözləyə bilərlər. Axşam saatlarında əhvalın dəyişməsi mümkündür. Ailə üzvləri ilə mübahisələr, fikir ayrılıqları ola bilər. Əgər fikir ayrılığı yaranarsa, mümkün qədər tez barışmaq üçün ilk addımı atmağa çalışın. Əks halda münaqişənin uzun müddət davam etməsi riski var. Balıqlar Bürcü 25 may 2025-ci il. Səhər ən məhsuldar vaxt olmayacaq. Ona görə də vacib məsələləri dərhal başlamamalısınız. Xırda şeylərlə diqqətinizi yayındıracaqsınız. Bir çox balıqlar əsəbiliklə mübarizə aparmaqda çətinlik çəkəcəklər. Bu, ciddi qərarlar qəbul etmək üçün ən yaxşı vaxt deyil. Vəziyyəti düzgün qiymətləndirə bilməyəcəksiniz. Günün ikinci yarısı qohumlar və dostlarla görüşlər, mühüm mövzuların müzakirəsi uzun müddətdir davam edən münaqişələrin həlli üçün əlverişlidir. Səmimi münasibət həmsöhbətinizi başa düşməyə, düzgün sözləri seçməyə, düzgün nəticə çıxarmağa kömək edəcək.